Salam əziz dostlar, hər vaxtınız xeyir. Mənim adım Kamaldır və bu videoda mən sizə belə bir gözü tam detallı şəkildə qara qələmlə necə çəkilir, onun izahını verəcəm. Amma videoya başlamazdan öncə zəhmət olmasa videonu bəyənib kanala abunə olmağı unutmayın. Bu arada burada arxamda gördüyünüz işlərin hər birinin videosu Instagramda var. Oradan da məni izləməyi unutmayın. Başladıq. Dostlar, sizə ləvazimat siyahısını təqdim edeyim. A4 kağız, 3B qələm, 8B qələm, 2B07 qalınlıqda mexanik qələm, pozan, qələm pozan, adi pozan, salfetka və ya pambıq. Bu ləvazimatlarla dostlar bugün sizlərlə gözümüzü işləyəcəyik. Ölçünü daha dəqiq və rahat götürmək üçün ekranda hal-hazırda olan görüntünü screenshot edib sonra A4 vərəqdə çap edə bilərsiniz. İlk öncə kənardan bir xətt çəkirik, vertikal bir xətt. Çalışın ki, çox şəffaf çəkin. Uzun qələmimizi 3B qələmimizi istifadə edirik. Belə bir təxmini xətt çəkdik və gözümüzün enini ölçürük. Gözümüzün eni təxminən elə qələmimiz boydadır. Qələmin alt hissəsini qoyuram bu xəttin üzərinə və qələmi bir balaca qaldıraraq burun hissəsi ilə yeri işarə edirəm. Dostlar, enimizi tapdıq. İndi hündürlüyümüzü tapmaq lazımdır. Ona görə də hər hansısa bir yerdən yenə də bir xətt çəkirəm aşağılardan. Sonra gözümüzün hündürlüyünü ölçürəm. Göz hündürlüyünü ölçəndə hər hansısa bir qırış və yaxud da gözaltı torbanın kölgəsinin aşağı hissəsi, yəni belə gözə çarpan bir detalı nəzərinizdə saxlayırsınız və bu detaldan ən yüksək hissəni ölçürsüz. Məsələn, o bura kimi. Görürsüz, ən yüksək tükün kənarı. Bunu götürdük, enimizi götürdük, gətirdik bura. Dostlar, en və hündürlüyümüzü tapdıqdan sonra, yəni ən çöl qabaritləri tapdıq. İndi başlayırıq iç detalları tapmağa, yəni gözün öz detallarını tapmağa. Deməli dostlar, buradan enimizi götürdük, gətirdik bura, işarələdik. Sonra buranı işarələdik hal-hazırda. İndi buradan buranı, yəni gözün badəm formasının ümumi enini tapmalıyıq. Bunun üçün də yenə də qələmi qoyuruq və barmağımın vasitəsilə bu xətti saxlayıram. Qələmin ucu isə buranı saxlayıram. Bu düz bu gözün bitdiyi yeri. Ona görə də qələmimi qoyuram bu xəttə, barmağımı qoydum. Barmağımı gətirirəm ilk işarələdiyim nöqtəyə və işarələdim. Yenə də enimizi tapdıq. İndi hündürlüyümüz. Bayaqlarım dediyim kimi hər hansısa bir qırışın işarələndiyi yer bu xətti təmsil edir. Ona görə də biz bu aşağıdakı xəttdən, yəni buradan buranı ölçməliyik. Tam da badəmin kənarı. Yəni bax, bura dəridir artıq. Bura göz qapağıdır. Bu ağ zona isə gözümüzün içidir. Ona görə də biz buradan tam da dərinin kənarına nəzər almalıyıq. Qapağın bitdiyi yeri. Götürdük, hündürlüyümüzü ölçdük. Köçürdük bura, işarələdik. Sonra dostlar, buradan bura olan məsafəni hal-hazırda ölçdük. İndi isə buradan tam da kipriyin dibinə olan məsafəni. Bura qaranlıqdır. Burada tam tapmaq üçün məntiqi olaraq biz buradan belə davam eləsək, buralarda bir yerdə bir nişan qoyuruq. Görürük ki, məsələn, buradan davam eləsək və buradan davam eləsək, ortaq nöqtə bura olur. Elə buranı da nişan alacağıq indi. Buradan bu nöqtəni nişan alırıq, ölçüsünü götürürük, köçürürük bura. Rəsm işinə başlamazdan öncə bizə dairənin, yəni gözümüzün bəbəyinin ölçüləri lazımdır. Bunu da çox asan tapacağıq. Necə? Buradan, yəni ki bu nöqtədən, buradan buranı ölçəcəyik. Götürdük. Fərz edək ki, buradan baxın belə bir xətt var. Buradan da belə bir xətt var. Buradan ölçdük, köçürdük bura. Sonra gözümüzün bəbəyinin enini tapırıq. Bir daha qeyd edeyim, hal-hazırda istifadə etdiyim qələm 3B qələmdir. Bir də dostlar, buradan aşağı qabariti, yəni bu kənarı ölçmək lazımdır. Ona görə də bizə məlum olan nöqtədən, yəni buradan götürürük, bu kiçik boşluğu ölçürük. Təxmini belə götürdük, buradandır. Demək olar ki, ölçüb götürmək prosesi yekunlaşdı dostlar. İndi başlayırıq. Bunu da tamamlayırıq kvadratımızı. İndi bu kvadratımızın içində başlayırıq. Gəlin buranda çəkim sizə tam belə görüntü eyniləşsin, rahat olsun.
Və burada görürsünüz xırda üç bucaqlar əmələ gəldi. Bunların da nəzərə alaraq, bunların da köməyi ilə daha doğrusu başlayırıq o dairəmizi göstərməyə. Gətirdik. Burayla da gətirdik. Dairəmiz hazırdır demək olar ki. İndi dostlar, bu gözümüzün gördüyünüz bu kənarlarını, kənar nöqtələrini tapmaq üçün bizə gözə istinadən bir ölçü götürmək lazımdır. Bu praktikada necə görsəniz, gəlin sizə izah edeyim. Bu xəttdən üzü bəbəyə doğru xətt çəkəndə, belə bir horizontal xətt çəkəndə görürük ki, demək olar ki, bəbəyin mərkəzindən, yəni baxın bu nöqtədən keçir. Deməli, biz əksinə xətt taparsaq sola doğru belə. Gəlib çıxacağıq bu nöqtəyə. Bu nöqtə də bura olacaq. Və dediyim kimi, bizim bu çəkdiyimiz sol xətt bizim gözümüzün enini təmsil edir. Yəni fərz edək ki, burada belə bir xətt var. Və bu xəttdir. Deməli, buradan bura xətt taparıq toqquşanda bu nöqtəni tapmış oluruq. Eyni qaydada sağ tərəfi də, yəni ki, bu hissəni də buradan xətt taparıram. Görürəm ki, gözün demək olar ki, göz bəbəyinin daha doğrusu aşağı hissəsi ilə eyni hizadadır, fikir verin. Eyni xətt boyu gedir. Bu mənim işimi bir xeyli asanlaşdırır. Ona görə də buradan sadəcə bu xətti davam edirəm və bu kənar xəttlə əndazə xətti ilə toqquşanda artıq bilirəm ki, mənim gözümün kənarıdır. Geriyə qalır sadəcə bunları birləşdirmək. Bunları birləşdiririk və burada da nəzərə alırıq ki, bu bizim gözümüzün bəbəyidir. Aşağıda isə bu bizim göz qapağımızın, alt göz qapağımızın nişanıdır. Burada da görürsünüz, yəni bu hissədən belə qalxır təpə kimi, sonra biraz daha düşür aşağı, belə yumru bir hərəkət əmələ gətirir, şəkil əmələ gətirir. Belə gətirdik, aşağıya doğru biraz əydik və burada da eyni şəkildə olduğu kimi yumrulaşdırırıq ucunu. Sonra dostlar, burada ətlər var, yəni göz əti. Bunları özümüzdə, yəni heç ölçüsüz də ya da istəsəz ölçədə bilərsiniz. Rahat formada qoyursunuz. Sonra dostlar, bu aşağı ilə gətiririk dairəvi formada. Gözümüzü gətirdik. Tam da burada birləşdiririk. Gözümüzü birləşdirdik. Dostlar, indi gözün iç detallarından biraz əlavə eləmək lazımdır. Burada vacib məqam nədir? Bu gözün qarası, yəni qara dəlikdir. Buna qara dəliyin kənarından göz bəbəyinin kənarına kimi məsafələr, bu gördüyünüz məsafələr bərabər olmalıdır ki, bu mərkəzdə görünsün, yəni simmetrik görünsün. Bu nə deməkdir? Fərz edək, siz bəbək çəkdiniz belə. Bu göz mərkəzində, məsələn, bu məsafə ilə bu məsafə tamamilə fərqlidir. Ona görə də bu təbii görsənməyəcək. Ona görə də çalışın ki, göz bəbəyini çəkəndə tam da mərkəzdə, yəni bütün bu məsafələr bir-birinə bərabər olmalıdır mütləq şəkildə. Gözdə çaş effekti əmələ gələ bilər. Və bir sözlə o nəticə sizi qətiyyən qane eləməyəcək. Ona görə də başlayırıq dostlar belə dairələməyə. Ortalama. Hətta istəsəz ölçü də götürə bilərsiniz. Məsələn, götürdünüz bunu, işarə elədiniz burada. Tam da bu nöqtədən başlayırsınız çəkməyə. Yəni belə də olar, belə də olar. Dostlar, gözümüzün badəm forması və bəbəyimiz demək olar ki, hazırdır. İndi göz qapağı xəttimizi çəkəcəyik. Gördüyünüz bu xətti deyirəm. Bunun üçün də tam da badəm formasının kənarından, yəni buradan yox qətiyyən, bura kipriyin üstüdür. Bura isə badəm formasının kənarı. Buradan bura kimi olan məsafəni ölçəcəyik. Götürdüm. Ölçdüm. Burada işarələdim. Ölçəndə sizə bəzən olur ki, hansısa bir ölçünü buradan belə götürürük, insana ilk öncə böyük gəlir. Amma inanın mənə ki, bura kiprik əlavə olunanda, yəni ki, bura kimi gələndə, buradakı məsafə qısalacaq və hər şey tam ölçüsünə oturacaq. Ona görə də ölçü ilə işləyin, qətiyyən, yəni ki, sizə böyük gəlir deyə kiçiltmələr və yaxud da böyütmələr etməyin. Buradan başladıq, getdik bura. Buradan ölçümüzü götürdük, tam da buradan götürdük. 3 nöqtədə ölçümüzü götürdük. 1, 2, 3. Başlayırıq bunu birləşdirməyə səliqəli şəkildə və nümunəyə də baxırıq. Görürük ki, düz gəldi, biraz daha belə aşağıya doğru burulur və burada belə dirsək kimi bir
forma. Bunu vurğuladık dostlar. Yenə də bəyan dediyim kimi kiçik zonamız buradadır. Bunu sonradan işarələyəcəyik. Və ən son detal olaraq da dostlar qaşı çəkəcəyik indi. Qaşı da çəkmək üçün bizə bu bucağı tapmaq lazımdır. Bu bucağı tapmaq üçün dostlar biz buradan buranı ölçürük. Buradan buranı ölçürük və 2 dənə nöqtəni birləşdirəndə artıq bizim bucağımız əmələ gələcək. Deməli, götürdük bu məsafəni, gətirdik bura, işarələdik. Ona görə də dostlar bu xətti çalışın ki düz çəkin. Çünki bu əyri olsa artıq qaşda avtomatik əyri olacaq. Çünki buna istinadən qaşı tapırıq. Sonra digər xəttdən başlayırıq qaşı çəkməyə. Başlayırıq qaşımızı formalaşdırmağa. Çox yüngül. Və bayaq dediyim kimi bu çöl xəttlər qaşımızı təmsil edir, yəni ümumi əndazəmizi. Buna görə də qaşımızı uzadırıq və buranı isə artıq gözə yarı döndəririk bu şəkildə. Sonra qaşımızın qalınlığını ölçürük. Gətirdik bura. Bu isə bizim qaşımızın qalınlığıdır. Buradakı xətti də, yəni quruluş xəttini də işarə edirik. Buradakı xəttimizi də, qırışımızı da yüngülvarı istəsəz ölçə bilərsiniz, istəsəz gözə yarı çəkə bilərsiniz. İndi bütün konstruktiv xəttləri silib keçirik tonlama etapına. Bir də dostlar, vacib bir məqamı qeyd edim. Çalışın ki rəsminizə ümumiyyətcə göz çəkirsiniz, fərqi yoxdur. Qara qələmlə nə işləyirsinizsə, rəsminizə əlinizlə çox toxunmayın. Çünki sonra o ləkə verməyə başlayır. Belə dostlar, konstruktiv xəttləri sildik və belə qırıntılardan da, pozan qırıntılarından da təmizləyirik. Dostlar, bu 3B qələmi götürürük və başdan sona tonluyuruq şəklimizi. Bu şəkildə irəliləyirik. Əlinizi qətiyyən tez aparmayın. Yavaş-yavaş, sıx-sıx, doldura-doldura ştrikləri sıx-sıx eləyin. Və görürsünüz, burada başlayıram, burada bitirirəm. Yəni qısaldmayın, tamamilə gözü qapasın. Gəldik dostlar, qaşı bir damcı da çıxırsınız. Bir dənə də baxırsınız, görürsünüz hardasa boşluq varsa, belə üzərində məsələn bəzi yerləri doldurursunuz və hardasa boşluqlar qoymuşsunuzsa. Belə dostlar, indi götürürsünüz salfetkanı. Belə çox lazım deyil bizə. Bunu oradan bölürük. Bunu belə qatlayırsınız dostlar. Sonra bir sözdən bunu qalınlaşdırmaq lazımdır. Bunu gördüyünüz kimi belə yumuşaq, belə basanda, yəni yastıq kimi olmalıdır. Bunu götürdünüz. Qətiyyən barmaq ucları ilə yox. Yəni kənardan baxanda belə yox. Bax belə. Tam söykəməlisiniz əlinizi. Belə başladınız. Yumuşaq-yumuşaq qələm izlərini yumuşaltmağa. Gördüyünüz kimi burada toz yığılır. Belə yaxşı-yaxşı silirik, amma çox təzyiq vermədən, yəni salfetkanın üstündən çox basmayın. Məqsədimiz biraz şəklin bozarmasıdır. İndi dostlar, başlayırıq gözün içində olan o detalları, yansımaları göstərməyə. Tam ideal dəqiq, yəni yansıma elə bir şey tam ideal dəqiq olmasa da olar. Qaşın kənarında çalışın, baxın belə tük kimi edin. Və bunu sizə deməmişdim. Qaşın kənarını belə tük kimi vuruluruq. Buraları da. Çünki tük kimi çəkəndə sonda ucu qaşı formalaşdıranda daha yaxşı, daha təbii görüntü əmələ gəlir. İndi dostlar, başlayırıq gözümüzü tonlamağa. 3B qələmdir. Qələmi dəyişəndə sizə deyəcəm. Hələ ki ancaq 3B-dir. 3B qələmlə birinciyi formalaşdırırıq. Tonladıq. Görürsünüz, qaralmıram mən. Orada zil qaradır. Amma mən tam qaraltmıram hələ ki. Sonra yuxarıdan aşağıya dostlar başlayıram ton keçid eləməyə. Amma bu gördüyünüz bəyaz zonalara çalışıram çox daxil olmayım. Belə yuxarıdan aşağı ton keçidi. Ton keçidi nədir dostlar? Tünddən açıq olan hamar keçid. Belə hamar keçidi. Gözün içində edirik. Görürsünüz, yuxarısı biraz daha tünd, aşağısı biraz daha işıqlı olur. Bunu etdik dostlar. Sonra qapağın altından aşağıya doğru keçid veririk. Yenə də ton keçidi. Sonra bu hissədən aşağıya doğru yenə də ton keçidi. Bunu nəyə görə edirik? Burada qapağımız var və qapağımızın verdiyi bir kölgə var, hansı ki gözümüzün üzərinə düşür. O kölgəni göstərmək üçün. Bunu elədik dostlar. Sonra göz qapağımızı formalaşdırmalıyıq. Bunun üçün buraları biraz qaralayıram, tündləşdirirəm. Və buradan yuxarıya doğru belə bir forma əmələ gətirmək lazımdır. Yenə də ton keçid edirəm yuxarıya doğru. Çox yüngül.
Buralar kipi olacak diye başlayırıq tünləşdirməyə. Və görürsüz, bura işıqlıdır deyə nümunəyə də diqqətlə baxın. Buralara çox, yəni ki, buradan gəldim və burada işığı hamar çıxış edirəm. Yəni birdən-birə kəsmirəm əlimi. Bunu tonladım dostlar. Sonra bu qara xəttimizi təzələyib yuxarıdan aşağıya tonlama edirik. Belə gözümüzü formalaşdırırıq. Sonra dostlar keçirik bu qapaq xəttinin üzərində olan bu keçid yerinə. Buraları da yenə qapaq xəttindən başladıq. Ton keçidi verəcəyik üzü yuxarıya doğru. Sonra dostlar burada gözümüzün altını başlayırıq belə dairəvi hərəkətlərlə biraz tündləşdirməyə bu hissələri. Amma görürsüz, bax burada məsələn ağ yer var. Çox ora dəymirəm. Yəni daha çox bu hissələri, yəni kipriyin olduğu zonalar, göz altı qapaq, alt göz qapağı, yəni bu hissələri daha çox tonlayıram. Bu qalınlıq olan hissə, yəni alt göz qapağının qalınlığını göstərən hissəyə çox müdaxilə edəmirəm. Bu hissələrdə gördüyünüz kimi tündür. Bu hissələrdə başlayırıq tündləşdirməyə. Biraz bəzi yerlərdə düzəlişlər edirik. Burada da yenə bəlkə bu qırışımızı vurğulayırıq. Dostlar, göz tonlamasını ilkin etapda elədik. İndi keçirik qaşa. Qaşımızı gördüyünüz kimi, demək bu hissəsi tündür və get-gedə açılır. Ona görə də götürürük buraları tündləşdiririk. Buraları çox qaralamayın, çünki bura seyrəkdir. Başlayırıq tonlamağa. Formalaşdırdıq yavaş-yavaş. Kənarları çalışın ki, kəskin eləməyin, yəni belə davam eləməyin, çünki belə lezva kimi olacaq, kəskin olacaq. Ona görə də sünilik yarana bilər. Çalışın ki, elə eləməyin. Biraz da belə ümumi tonlama elədik. Belə dostlar, bunu eləyəndən sonra götürürük bayaqki salfetkamızı, parmağımızı, işarət parmağımızı belə tutaraq başlayırıq vurduğumuz bütün bu qələmləri yaymağa və çalışın ki, forma, yəni belə yox, formaya uyğun yayasınız. O hissələrdə belə dairəvi yayırıq ki, belə duman kimi olmalıdır. Belə işarət parmağımızı biraz sıxırıq və vurduğumuz tonu gördüyünüz kimi yumuşalmış oluruq. İndi dostlar keçirik tonlama etapına. Gördüyünüz kimi burada başlayıram. Yenə də 3B qələmdir, qələmi dəyişməmişəm. 3B qələmlə biraz daha qələmi sıxaraq başlayıram. Bu mərkəzdəki qara hissəni tamamilə qaraldıram. Bu parıltıları yan keçirəm. Qaraldıram dostlar, gördüyünüz kimi. Sonra dostlar bu qapağın alt hissəsini qaralmağa başlayıram. Bu hissəni edirəm, buraları qaraldıram. Sonra başlayıram kənardan ton keçidləri verməyə. Dostlar, kənardan ton keçidi verdim. Yuxarını biraz daha tünd edirəm. Bu etapı elədik dostlar. İndi keçirik bu dairənin kənarından. Sanki bunu bir günəş kimi düşünün və ətrafa şüalar saçdığını düşünək. Və başlayırıq bunun kənarından, qara dərin kənarından göz bəbəyimizin kənar istiqamətlərinə doğru belə ton keçidləri veririk. Bu hər gözdə olan bir detal deyil. Nadir hallarda belə gözlər bu dərəcədə detallı olur. Burada biraz tonumuzu gücləndiririk. Görürük ki, burada belə bir tündləşmə var. Sonra keçirik gözümüzün formasına, gözümüzün daxili kölgələrinə. Burada da dostlar keçidlər veririk.
daxili kölgələrimizlə işləyirik. Hissələrdən salfetkamızı götürüb biraz daha amma təmiz yeri ilə, bayaq ki tünd yeri ilə yox, təmiz yeri ilə başlayırıq. Beyazdan tonladığımız yerləri biraz daha yumuşaldırıq. Dostlar, fotoda bu his, yəni foto nümunədə bu hissə bu qədər tünd deyil. Amma öz təcrübəmdən bilirəm ki, burada biraz daha belə kölgəni artıranda daha təbii bir görüntü əmələ gətirmək mümkündür. Çünki göz qapağından düşən kölgə bilinəndə daha təbii görsənir işıqlandırma. Həm də burada kipriklər uzun olur. Bu da əlavə bir kölgə yaradır bu hissədə. Ona görə də buraları daha tünd edirik. Bu hissələrdə də dostlar başlayıram tündləşdirməyə. Bu xəttimizi qaralayırıq dostlar. Biraz daha bilinən edirik bu xəttlərimizi. Burada gördüyünüz kimi belə bir tin var. O tini vurğulamaq lazımdır dostlar. Bu belə ideal belə göy qurşağı kimi getmir. Burada belə tinlər olur. Bu hissədə də var. Onları vurğulasaz daha quruluş olaraq daha keyfiyyətli bir iş çıxarmış olacaqsınız. Burada da çox yüngül tonlamalar verdik. Buradakı xəttimizi biraz daha belə qaraldırıq. Qələmimizi biraz daha iti tutub bu hissələrdəki bayaq verdiyimiz kölgələri də dostlar təzədən üzərindən keçirik. Biraz belə dairəvi spiral formasında edirik. Birazdan salfetlə tonlayacaq. Bu ləkələr hamısı itəcək. Biraz hətta bu yana da biraz gəlmək lazımdır. Götürdük. Yenə də salfetkamızı götürürük. Başlayırıq bu hissələrdə yumuşaldırıq dostlar. Bu hissələrdə daha da tündləşdirirəm. Buranı işıqlı saxlayıram. Sağ tərəfi isə biraz daha tündləşdirirəm. Gördüyünüz kimi və biraz da bu xəttin kənarından içə doğru belə keçidlər atıram. Qısa-qısa belə gəldim, qısa-qısa. Biraz daha belə oradan gələn kölgəni daha da tündləşdirmək üçün. Buradan gələn kölgə biraz daha tündləşir. Və dostlar keçirik qaşımıza. Qaşımızı biraz daha tündləşdiririk. Dairə hərəkətlərlə. Mərkəzdə belə sola-sağa hərəkətlər etmək olur, amma kənarlara yaxın çalışın ki, hamar çıxasınız. Bura yəni qətiyyən belə eləyib kənarı kəskin etmək olmaz. Yumşaq olmalıdır daima. Əgər birdən aransa kəskin etsəz, götürüb salfetka ilə bu formada yumşalda belə dairə hərəkətlərlə yumşalda bilərsiniz. Bu hissələri də yumşaldırıq. Belə daha yumşaq, daha hamar bir görüntü əmələ gətiririk. Buranı da belə edirik dostlar. O nümunədə görürsünüz. Belə bir kölgə var burada. Xətt var. İndi dostlar üst hissələri biraz hazırladıq. Biraz aşağı hissələrdə də tündləşdirmə işləri aparacağıq. Yenə də dairə və hərəkətlərlə bu hissələri daha tünd edirik. Və bayaq dediyim kimi bura dəymirəm və kipriyin dibini keçid edirəm aşağıya doğru. Tünddən aşağı doğru ton keçidi verirəm. Burada da qırışımızı unutmuruq. Onu da işarə edirik. Qaşımızı biraz daha tünd edirik. Zəmin rəngini. Yumuşaq çıxışlar edirik qaşın kənarından. Bunu etdik dostlar. Yenidən başlayırıq yumuşalmağa. Yenə də burada yığdığımız tonu buralara atırıq. Salfetkanın özü də bizim üçün vacib rəsm alətlərindən biridir. İndi dostlar biraz daha gözümüzün içini daha da detallı etmək üçün pozan qələmdən istifadə edəcəyik. Gördüyünüz kimi belə bir qələmdir. Biraz daha buraları təmizləyirik, ağardırıq yansımalarımızı. Çünki bayaqdan salfetka ilə yayırıq, ona görə də rəngləri tündləşib. Biraz daha aydınlıq olsun deyə gözün içi. Gördüyünüz kimi pozuruq. Gözümüzün içində olan gördüyünüz o çat, yəni naxışlar bizə vacibdir. Başlayırıq onları vurğulamağa. Gördüyünüz kimi başladıq yummağa. Kənarlara doğru çıxıntılar verirəm, çatlar verirəm. Sonra burada da kiçik bir parıltımız var. Göstəririk. Sonra dostlar yenə də 3B qələmimizi götürüb başlayırıq bu çatların arasına keçidlər verməyə. Dairədən
Gözümüzün bebeğinden merkeze doğru başlayırıq çatı efektlerini vermeye. Yenə də pozamızı götürüb bəzi hissələrimizi korreksiya edirik. Dostlar, indi isə xırda detalizasiyaya keçirik. Hal-hazırda gördüyünüz bu 0.7 qalınlıqda olan, içində də 2B qrafit olan qələmimi götürüb başlayıram burada gördüyünüz bu parıltıları biraz daha dərinləşdirməyə. Sırf parıltının, gəlin sizə biraz daha yaxından göstərim. Parıltımızın tam da kənarında görəcəksiniz. Bax, tam bu bizim parıltımız. Bunun kənarını gördüyünüz kimi biraz daha belə çıxıntılı edirəm ki, daha da yaxşı görsünüz. Sonra buradan qara dəliyə doğru çıxan bəzi budaqlar kimi düşünün, yəni çatlar kimi var. Belə naxışlardan veririk dostlar. Və yenə də mexaniki qələmlə bunun aralarını işləyirik. Biraz daha belə görsüz içəridə orada gölgələr var. Hansı ki vurğulamaq lazımdır. Və məsələn burada belə xırda çatlar var. Onları vurğulayırıq, göstəririk. Dostlar, dərsimiz çox uzanmasın deyə mən buradakı bütün ən xırda detalına kimi çəkmirəm. Sadəcə sizə ümumi məntiqi izah etmək üçün göstərirəm ki, əgər hiperrealizm stilində biz bunun hamısını çəksək, bu video saatlarla getməlidir. Ümumi naxış verdik, bizə bu kifayət edir ki, gözümüz bu istədiyimiz o naxış effektini göstərsin. Gözümüzün kənarında biraz yumuşaldırıq dostlar. Keçirik gözümüzün ətinə. Gözümüzün ətində belə bir keçid verdik. Burada çox dayanmaq ehtiyac yoxdur. Çox sadə bir elementdir. Hər tərəfdən keçidlər veririz gördüyünüz kimi. Budur. Sonra buradakı xəttdən də biraz içəri biraz detal veririk. Burada da bunu belə böldük. Aşağıdan da keçid veririk. Və yuxarıdan da keçid vermək lazımdır. Dostlar, buralarda da biraz gölgeləndirmə edirik, çünki birazdan kiprik çəkəcəyik. Dostlar, indi keçirik kiprik etapına. Başlayırıq kipriklərimizi çəkməyə. Gördüyünüz kimi, dostlar, indi 8B qələmimizi götürüb başlayırıq kipriklərimizi çəkməyə. Kipriyi çəkmək üçün dostlar, kiprik ilk öncə belə teorik olaraq sizə izah edeyim. Kiprik ilk öncə aşağı bitir, sonra yuxarı vurulur. Aşağı bitir, yuxarı. Burada başlayırıq işarələməyə. Birinci özümüzə belə işarələr qoyuruq ki, burada da dönür, yəni burada sol tərəfə bitirsə, sağ tərəfdə, yəni ətə yaxın tərəfdə, göz yaşı torbasına yaxın tərəfdə sağa doğru bitəcək. Bu məqamı da unutmayın və ətin üzərində qətiyyən kiprik çəkməyin. Ətə yaxınlaşanda, yəni bu içəridəki ətə yaxınlaşanda artıq kipriyimiz demək olar ki, yoxa çıxır. Çox xırda kipriklər qalır orada. Burada kipriyimiz biraz aşağı bitir. Burada isə yuxarı, bəziləri belə kəsişir. Belə dostlar, belə sıxlaşdırırıq. Əsas nəyə nəzarət edin? Kipriyin uzunluğuna. Məsələn, gördüyünüz kimi buradakı kiprik vurur, xətti keçir, bu xətti keçir. Ona görə biz də aparanda biraz xəttimizi keçiriləcəyik. Məsələn, burada da keçir, burada da keçir. Bir çox hissələrdə vurur, göz qabağı xəttini keçir. Burada da deməli dostlar, sonra 8B qələmimizi götürüb ton keçidi veririk. Çünki orada gördüyünüz kimi belə sürmə effekti var. Hansı ki, dən kiprikləri çəksək biraz zamanımızı alır. Belə qaralmaq daha məntiqlidir. İndi 3B qələmimizi götürürük. Biraz daha korrektiv formada qaraldırıq. Bir balaca sıxlıq effekti və 3B qələmlə də biraz əlavələr edirik. Burada aşağıya da çıxırıq dostlar, gördüyünüz kimi. Baxın, burada gözün içinə də gedirik. Keçirik alt kipriyə dostlar. Alt kipriyi qətiyyən gözün içindən başlamayın. Buradan, yəni qapağın qalınlığıdır və bu parıltının kənarından başlayırsınız. Mötərizə kimi dostlar və çalışın ki, fərqli istiqamətlər basın, yəni belə sıra düzməyin. Məsələn, bəzisi uzun olsun, bəzi qısa. Bəzi birləşsin, bəzən ikisi belə bir nöqtədə birləşsin. Yəni bunlar hamısı təbii verən məqamlardır. Burada da başlayırıq xırda çəkməyə.
Yukarıda olduğu kimi dostlar. Yine de 8B qələmimizi götürüb dostlar. Burada dibdə biraz daha belə qalınlıq fərqi də olsun deyə bəzilərini biraz daha belə qalınlaşdırırıq. Əsasən də dib hissələrini. Bu hissələrdə biraz tündləşdiririk. Biraz bəzi korreksiyalar edirik. Və 8B qələmimizlə bu qırışımızı göstəririk. Qapaq xəttimizi. Sonra buradakı qırışları biraz tündləşdiririk. Burada da veririk. Burada da götürürük. Və salfetlə bunları biraz daha yumuşaldırır. Və dostlar burada yəqin ki fikir vermişsiniz. Gözün içində də kipriklər var. Daha doğrusu gözün içində yansıyan. Bunları da mütləq göstərəndə daha yaxşı, daha keyfiyyətli bir görüntü əmələ gəlir. Bunları davam edirik sağa doğru. İstəsəz biraz daha buradan dibini qaralaya bilərsiniz. Dostlar qaşımızı da başlayırıq bir-bir dən və tüklərlə çalışırıq ki, hər biri bir sonraki tük bir öncəkindən fərqli olmalıdır. Gördüyünüz kimi başlayıram. Tükün istiqamətinə baxa-baxa. Bu 3B qələmimdir. Bu hissələrdə, seyrək hissələrdə biraz daha belə dən aralı edin. Qələmi çox sıxmayın və hissələrdə belə savsem lap belə şəffaf olsun. Tük. Dostlar qələmi dəyişdim. 8B qələmi götürüb biraz daha tündləşdirmə işləri aparacağım. Tonlama kimi düşünək, yəni tük dən çəkmirəm. Biraz daha belə tonlama, qaralma kimi düşünək. Hissələrdə biraz tündləşdiririk və aşağıya doğru keçid də veririk. Yenə də 8B qələmimizdən görürsünüz bunun ucu itidir. Dən başlayırıq buraları da biraz sıxlaşdırmağa. Görürsünüz burada seyrəkliklər var. Onların arasında çalışırıq ki biraz. Sonra dostlar bayaqki vurduğumuz tünd rəngimizi biraz yumuşaldırıq, yayırıq. Biraz buralarda da dostlar tonlama verək. İndi isə dostlar götürürük pozanımızı, pozan qələmimizi və başlayırıq. Buradakı bəzi hissələrdə belə parıltılar verməyə, sanki hər bir tükün öz yansıması kimi effekt verəcək. Çox yaxşı, çox təbii görsənir. Belə elədikdə. Pozanımız əgər pozmursa başlayın onun ağzını belə təmizləyin. Onda pozmağa başlayacaq. Bu şəkildə dostlar parıltı effektlərimizi veririk. Biraz daha dostlar burada korreksiya etapı olaraq biraz daha buraları tündləşdirəcəm. Siz eləyə də bilərsiniz, eləməyə də bilərsiniz. Bu 8B qələmidir. Biraz daha belə tündləşdirirəm kənarlarını. Pozan qələmimizi götürüb dostlar buradakı məsələn bəzi parıltıları üzə çıxarıram ki gözümüzün içi yaş görsənsin, sulu görsənsin. Sonra dostlar burada bəzi parıltılar var. Burada bir incə bir xəttimiz var. Onu da mexaniki qələmi götürüb xırda vurğulayıram. Tam da o qapağa gedən hissədə. Beləliklə dostlar gözümüz tamamilə bitdi. Ümidvaram bu video sizin üçün faydalı oldu. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.